Deməli yoldaşlar davam edirik. İndi formatdan sonra ediləcəklərdən danışmamışdan əvvəl qısa bir toxunmaq istəyirəm. Nəyə? Bizdə disk görməmə problemi ola bilər. Xüsusən Intel'in 12-ci nəsillərində problem, 7 və 12-ci nəsillərində problem olurdu. Bu necə həll edirik? Deməli, oradan belə bir pəncərə açılır. Disk görünmür. Sizə buradan fayl verəcəyim. Buradan. Bunun linkini oradan yükləyib zipdən çıxardırıq. Daha sonra yeni ilə buradan videoda kimi gəlsək. Bir də orada indi bu sıfırdan format idi. Yəni ki, tamam boş SSD-də buradan bir dənə oradan bizdən disk görsəndi. Amma indi başqa bir format olmuş diskindən format eləməlisinizsə, buradakı bütün bir disk qalana qədər içindəkilər hər birini silməliyik. Nəzərə alaq ki, USB diskinə dəyməyin buradan. Partitiona baxın. Partition sıfırdan hər birini silin ki, sadəcə partition sıfırın bir disk kimi görsəndən sonra next-ə basın ki, onu açsın. Amma indi disk görmə problemindən danışaq burada. Disk burada görünmür. Buradan load drive eləyib driver'ın linkin buradan yükləyə bilərik. Və bu diskin buradan gəlib seçirik buradan bunu. Yeni ilə açılır burada. Page göstərir burada. Gəlib həmin diskdən atdığımız Vento eləmişik də nəzərə alaq ki, biz USB-mizi Vento eləmişiksə, buradan artıq load buradan ön plana bir dənə qayıtsam. Buradan load drive vurduğu açılsın. Drive oradan seçirik biz konkret. O pəncərədən sonra hansı Vento USB-mizdirsə onu seçirik. O disk drive hardasa onu seçib həmin qovluğa gəlirik Intel'dən. Buradan sonda gəlirik ki, ən sona qədər burada seçirik. Ondan sonra artıq burada next-ə basırıq. Bizdə belə bir pəncərə gələcək. Davam eləsək buradan. Ondan sonra burada seçəcək. Birini seçirik oradan üstten. Bunu seçirik. Bir olan yeri seçirik. Daha sonra da enter'ə basırıq. Buradan sonra artıq disk görmür deyə problem qalmır. Bunu konkret nəyə göstərəm? Göstərmək üçün həmin problem olmalıdır. Onda VM üzərində problemi elə yarada bilmərəm mən. Elə görünmə problemi. Onun üçün belə göstərdim. Biz slaytı paylaşacağım. Linki buradadır. Buradan birbaşa yükləyə bilərsiniz. Gəlsəm buradan həmin yükləyirik. Vento'ya atırıq. Oldu ki, kimisə kompüteri format etdiniz. Disk görsənmədi. Gəlib bunun üzərinə edə bilirik. Bunu artıq Windows açılıb. İndi ilk eləmək lazım olan konfiqrasiyalarını göstərirəm. İlk olaraq sistem geri dönüş nöqtəsi düzəldirik. Bu sistem geri dönüş nöqtəsi nədir desək, sistem fayllarının backup'ını alır. Sistem fayllarının backup'ı dedikdə nə? Backup ümumi nədir? Ehtiyatını alır. Hər hansı bir sistem faylı oldu ki, kimsə sistem fayllarını zədələdi, sildi, uşaqda nəsə gəldi qovluqlar oradan sistem 32-ni sildi. Ancaq sistem fayllarının backup'ını alaraq nəzərə alsaq. Sadəcə sistem faylları. Yəni sizin şəkil və videolarınız yox. Buradan backup'ını alır. Ondan sonra oldu ki, yenidən qaytarmaq sözü onu yenidən qaytara bilirik. Bunu necə edirik? Gəlsək buradan açırıq. Buradan system restart point yazırıq. Point yazırıq bəstəyir. System restart point gəlir buradan. Hansı disk üzrə bunu almaq istəyirsə sistem fayllarını, əməliyyat sisteminin üzərindəsə onu alırıq. Mən buradan C diskinin hal-hazır off vəziyyətdədir. Bunu konfiqrasiya yazıram. Bunu aktivləşdirirəm. Okay. Bundan sonra basıram. Hal-hazırda heç bir dəyişiklik yoxdur. Sistem restart deyirəm. Buna bir dənə ad yazıram. Deyir start point. Onu buradan create desək bir dənə ad qoyuram. Çünki yenisini yaratmamışdım. Buradan yeni bir dənə restart point yaradaq. Digər misal ilk açılış. Create eləyirəm. Buradan artıq sistem geri dönüş nöqtəsi yaradır. İndi oldu ki, sistem zədələndi. Bu restart pointdən sistem geri dönüş nöqtəsində necə qayıtmaq olar? Bunun haqqında
qısa danışacağım. Qoy qeydiyyat almasın, buradan keçsin. Alındı. İndi deyə bilərsiniz, bunu aldım. Birdən sistem zədələndi. Necə qayıdıram? Sistem 7.5.0 olsun buradan. Shift basılı halda restarta basırıq buradan. Shift basılı halda restarta. Basılı saxlayırıq. Bu reboot gedir. Artıq burada buraxa bilərik. Restart shift düyməsin. İndi buradan yenidən sistem açılanda burada virtual maşın üzərində veri göstərir. Sizə verib pəncərə açacaq. Okey, basılsın bu. Buradan gəlib troubleshooting'i seçsək. Advanced option seçirik buradan. Buradan sistem restore seçirəm. Bizdən açılacaq. Next deyirəm. Şifrəsi seçilirsə ilk açılış buradan aldığımız var. Next-ə bassam artıq şeydir, həmin hala qayılacaq. Finish-ə bassam bu proses başlayacaq. Buna görə ehtiyac duymuram. Elə cancel eləyib çıxın buradan. Continue eləyib yenidən başlayın. Sadəcə oradan finish-ə basdıqdan sonra siz orada sistem geri dönüşüm nöqtəsi açılacaqdır. Başlayacaq. Biraz vaxt çəkir, yəni çox fərq varsa bəlkə də 1 saat çəkdiyi olur məndə. İllə vaxt olub çox şey olanda. 1 saatda yox, yalan deyirəm, 1 saat, yarım saat çəkdiyi olur. Nəqlindən yarım saat çəkdiyi olur. Çox uzun çəkir. Oldu ki, amma sistem faylları kimsə zədələdi. Formatdan sonra restart point yaratmaq əlverişsiz olsun. Mən bunu əlimlə eləmirəm. Telefon üzərindən avtomatlaşdırmışam. Siz yenə də bu açılsın yoldaşlar. Bu sistem geri dönüşüm nöqtəsi idi. İndi qısa yollardan danışaq. Hansı qısa yollar var, hansı qısa yollar məsləhətdir, bunlardan necə istifadə edir? Deməli, açılır pəncərə. Biz buradan bir dənə yeni bir fayl yaradaq. Misal, text document fayl yaradaq. Gəlirəm buradan sadə eldən başlasam, buradan məsələn salam yazsam mən. Bunu Ctrl A ilə ya da bunu salam tezdən yazam. Bunu kopyalayıram. Belə sürüşdürsəm, kopyalasam. Ctrl C ilə kopyalayıram. Ctrl V ilə yapışdırıram. Yapışdırdım. İndi deyə bilərsiniz ki, hər bir şeyi bir kopyalayıb yapışdıracağım. Yox. Məsələn, burada gələk fərqli bir şey yazam. Burada yazam. Burada yazam. Onları bir. Ya da buradan əlavə gəlsəm mən buradan. Design deməli. Buradan yeni bir yazsam, gəlsəm buradan. Yazsam, misal desək ki, nə. Azərbaycan Milli Kitabxanasına girsəm, sən nəsə oxuyuram da buradan seçili bir söz var. Burada olmasın, başqa bir medium məqaləsi yad olsun. Oradan seçili sözləri kopyalayırıq ki, ya bunu kopyalayayım, bunu kopyalayayım ardıcıl, ondan sonra onu kopya edeyim. Deyirəm ki, məsələn, anların sözünü kopyaladım. Ctrl C edeyim. Sonra bu sözü kopyaladım. Bunların hamısını necə istifadə edeyim? Windows V-yə basdıqda buradan Windows V-yə basaq. Report açılır. İlk format olsun açılmayıb. Bunu açıram indi. İndi açdıqdan sonra bunların hər birini kopyalayayım. Misal salam buradan bir kopya edeyim. Onları bir kopya edeyim. Buradan onu bir kopya edeyim. Güzel. Bunu kopyalayıram. Gəlsəm burada hansı 4-5 dənə söz var da seçib onları əlavə edim. Məsələn, Windows V-yə basdıqda mən burada hansı nələri kopyaladımsa hamısı burada qalır. Yəni hər dəfə Ctrl C, Ctrl V eləməyə ehtiyac yoxdur. Başqa da bütün sözləri seçmək istəyirəmsə Ctrl A bunu seçirəm. Oldum ki, sildim. Geri qaytarmaq istəyirəm. Ctrl Y-yə basıram. Ctrl Z-ə basıram.
Hamısı geri qayıdır. Təzədən səhv vurdum Ctrl C geri qayıtmaq istəyirəm. Ctrl Y basıram. Ctrl Y. Niyə Ctrl Y işləmədi? Burada F yox. Ctrl Z Ctrl Y olmalıydı amma yenə də baxımda burada. Böyle kısa yollardan baxdım. C-ni V-ni dediyim. X kəsmədir. Kəsmə yəni nədir? Artıq siləndə oradan silinir. Yəni copyingdə qalır o. Buna da istifadə olunur. Tərs geriyə. Ctrl Y-yə bastım. Burada işləmədim. Ara oldu. Tərs gedir. Hamısını seçirəm. Aktiv pəncərələri bağlamaq üçün gəlsəm buradan M-ə bassam, Windows M-ə bassanda bu pəncərəni bağlı. Yeni açmaq üçün bunun üzərinə girirəm. Bu da oxuş pəncərələrə bağlamaq üçün yaxşıdır. Başqa gördüm buradan biz misal fərqli bir dənə də verəcək. Buradan Microsoft Store açacağam. Mən deyirəm ki, ikili ekranla işləmək istəyirəm. İkili ekranla işləmək üçün buradan Windows sağ oxa bassam, bunu sağ pəncərə atacaq. Bunu keçiriləcək bura. Desəm ki, dördlü pəncərə etmək istəyirəm. Gəlib buradan buna sağ düymə vursam. Cancel buraya qalsın. Story. Mesela buradan belə Windows üstü basdıqda bunu sağ keçirdim və alt oxu tam edirəm. Belə də belə bilərəm. Windows ox düymələrinə məsəl Windows sol axa basdım, buna yatdım. Gəlib buradan bunu da əlavə edirəm. İkili terminalla işləyirəm. Microsoftla və belə buradan bunu yazıb məsələyə buradan baxa bilərəm. Yəni ekranı 2-yə bölmək, 3-ə bölmək, 4-ə bölmək bunu elə bilərəm. İndi bu köhnə update-dir, o update etməlidir. Hə buradan gəldi. Görürsən mən 4-ə bölmək istəyirəmsə buradan 4-ə bölürəm. Ekran 4 pəncərə açılır. Burada Microsoft olsun misal. Belə gəlsəm. Sayın. Dondu bu. Məsələn buradan 3-ə bilmək istəyirəm. Bunu bura atdım. Bu pəncərə burada olacaq. Bu Microsoft biraz bizim başımız qara biləcək. Bu niyə belə donur? Yine de kompüter donmur heç. Məsələn bu ekranları 2-yə, 3-ə, 4-ə bölməkdir. Yəni Windows ox düymələri ilə sağ, sol, üst, alt belə keçirdə bilirdi. Sadəcə Windows sağ, sol, üst, alt oxları ilə ekranı 4-ə çevirir. Ya da üstünə buradan gəlirik. Hansı formata edəcəyimsə buradan seçsəm altda bu ikincidə olsun. Üstdə 4-lü hansı proqramlar açılsa buradan bir seçə bilirik. Belə. Cancel eləyək. Buna ehtiyac yoxdur. Deməli da sevgili qalsın. Okay. Ondan sonra deməli biz buradan görüm nə göstərəcəm. Bunlardan danışdım. Minimal edilmiş pəncərəyə. İndi Windows R yazdık da buradan pəncərə açır. Hansı biz komandı istifadə etməlisiniz servisi buradan açıb yaza bilərik. Amma bunun hələ ehtiyac yoxdur. Bu elə tezdir. Yəni ilk formatda bundan danışmağın çox yeri yoxdur. Görsəm parametresi pəncərəsi. Yəni gəlsəm buradan Windows ilə bassam, elə burada da birbaşa qısa yol kimi bunu açacaq. Ondan sonra kompüteri kilitləmək Windows L ilə kompüteri basdıqda kompüter kilit ekrana qayıdır. Məlumat haqqımı üçün buradan belə açılır. Ya da buradan sistem information yazsaq, kompüterin ümumi hardware qruplarına gəlsəm baxsam buradan daha dərin də baxa bilərəm. Bu görürəm ki, məndə Amiga Ryzen 7H 7-ci seriyanın 3703-cü nəslidir. Core 4-dür. Bugün prosesor dəstəkləyir. 2300 MHz GPX-dir. Core-a baxıram buradan. Başqa görürəm buradan nələrimiz var. Yəni orada 2.3 GHz standartında məndə sistem işləyir. Buradan ümumi baxa bilərəm sistem parametrlərinə, RAM və s. Daha sonra görüm Task Manager pəncərəsindən danışsaq. Task Manager indi burada Ctrl Shift S-dən Task Manager açılır. Qısa yoldur. Buradan ümumi Task Manager ayarlarına baxsaq.
Buradan hansı proqramı necə istifadə olunduğunu görürəm. Hər hansı proqramı bağlamaq üçün üstünə sağ düyməni vurub End Task'a basa bilərəm ki, oldu ki, proqram bağlanmadı. Gəlib Task Manager açıb, buradan End Task edib məcbur olaraq proqramı söndürə bilərəm. Oğlum bunu X vururam, buradan gəlirəm. Buradan Close Windows deyirəm, bağlanmır da, düzdür. Gəlirəm buradan Task Manager açıram. İndi məsələn başqa proqramda. Buradan End Task eləyəndə dərhal bağlanır. Göstərmək üçün da. Ondan sonra danışacaq bu performans sayılarından buradan nəyin necə istifadə olunur. İndi burada yazılır 1.8 RAM. Mən başqa Windows'da istəyəcəyim Windows 11 modify olmuşum daha yaxşısıdır. O RAM-ı çox az yeyir. İndi 1.8 göstərir. Bu VM-də heç nə qurulmayıb, ona görə az göstərir. Normalda heç nədən 4.5 GB RAM yeyir Windows 11-in özü. RAM canavarı da yəni. Ona görə mən biraz Ghost Spectre-a Windows 11-dən istifadə edirəm dəyişmişini. Başqa buradan danışsaq, ən çox startup buradan biz baxmalıyıq ki, startupda ilk kompüter açıldıqda hansılar buradan başlayacaq. Buradan görürəm ki, Microsoft Edge var. Bunları disable edə bilərəm buradan. Microsoft OneDrive var. Bunu disable edə bilərəm. Sistem açılanda bunlar açılmasında mən bunlara ehtiyac duymuram. Hər seçili proqram istəyirsinizsə, buraya buradan aktivləşdirə bilərsiniz təbii ki. Ümumi buradan servislərə baxa bilərik. User'ın nə istifadə etdiyini görürəm buradan. Başqa buradan davam edən yoldaşlar, restart point dedim. Buradan şəkillərdə də göstərilir necə almaq lazımdır. Gəlin indi Office proqramının yüklənməsinə. Mən Office proqramların linkləri var burada. 16-dır, 21-dir, 24-dür. Mən 21-i yükləyim və bunu lisenziya alaq. Bizim üsulumuzdan da ad çəkməyim, YouTube buradan dinləyir. Ban almıyor. Amma üsulunu göstərəcəm sizə. Biz Windows 11-in də lisenziya alıb almamadan baxmaq üçün lisenziyamız var, yoxsa yox. Gəlib buradan activation yazsam. Buradan görürəm ki, mən indi burada alınmışdı. Bu ISO'nun özündə gəlir. Aktiv. Amma siz rəsmi Windows 11 istifadə etdikdə buradan alınmayacaq, deaktiv yazacaq. Bir müddət sonra burada bir yazı görsənir. Bunu necə eləmək lazımdır, necə yükləmək lazımdır göstərəcəm. Amma ilk olaraq biz görün buradan slaytdan ardıcıllığımız necə gedir. Hələ ki bunlardan danışsaq, ilk olaraq biz lisenziya almaqdan danışaq. Bu üsul ad çəkmirəm ki, banya deyim. Bu lokaldadır, internet olmadığı şəkildə bunu yükləyib aktivasiya edə bilərik. Buna da internet lazım əslində. Amma ən gözəl bu üsuldur lisenziya almaq üçün. Bunun üçün nə edirik biz? Həm Office lisenziya almaq, həm də Windows-un lisenziya almaq üçün nə edirik? Gəlirəm mən buradan slaytlarda hamısını atacağım sizə narahat olmayın. Deməli mən də buradan hazır ISO Office olan bir bileşikana taxım. Bunu taxdım. Cancel atıram buradan. Deməli buradan gəlsəm Ventoid buradan məndə Ventoid Office proqramlarından 2021-i buradan copying edək, ataq hara. Yəni maşının görə içinə bir başqa copying edəcək, yoxsa Allah rəhəm eləsin getsin. Getmədi. Bir dənə driver yükləyək onda biz. Bu VM-ə görədir. Yəni mən buradan installəyib ekranda tam 30 lira bu full ekran görsənsin. Yəni driver oturdurum ki buradan deməli tam ekranda olsun, həm də ki bu VM-in daxilinə biz yükləyə bilərik. Gəlirəm buradan bunu göstərirəm. Niyə belə donlayım? Sitability istəyirəm.
Sadəcə bu VMware'in daxili üçündür. Driver oturam ki, həm öz daxili kompüterimdən fayl transferini icazə verilsin, bir də ki, tam ekran olsun, daha yaxşı görə bilək. Buradan next deyirəm, next deyirəm, install. Bu buradan işləməyində olsun. Bu yüklənsin, bitsin. Mən də restart atım, videonu buradan davam edeyim. Video çox uzun olmaması üçün maşını reboot elədim. Driver oturdu və Office 21'i attım bu VM içine. Amma siz gəlib atdığım bu linkdən hər birini yükləyib özünüz istifadə edə bilərsiniz. Gəlin bu Office proqramının üstünə vursam, 2 dəfə vururam. Bunu open eləsəm, open with. Aslında 2 dəfə vursam kifayətdir. Sadəcə burada setup faylına gəlirəm. Amma nəzərə alaq ki, əgər sizdən 21 yükləmək istəyirsinizsə, gəlib bunu silməlisiniz. Ki bu yüklənsin. Proqramlar necə silinib yüklənməsini yad desəm, Windows X-ə basılır. Buradan bunlardan danışacağam. Sadəcə qısa deyim ki, install Appends istəyirsə gəlsən. Buradan hansı proqram yüklüysə bunları silirik. Oradan gedir. Gəlib buradan başqa ofis varsa, sizdə 2016 varsa 2021 yükləyə bilməyirsiniz. Gəlib bunu siləsiniz. Buradan gəlib hansı misal bunu gəlirsən üstünə vurursan, uninstall alırsan silinir. Belə. Uninstall sildiniz. Daha sonra buradan gəlirsiniz setup'a. Buradan antivirüs üstüne yükləməsi yes deyir. Yes'ə basaq. Bu başlasın yüklənməyə. Bu elə biraz vaxt çəkəcək yüklənməyə. O vaxta qədər də biz slaytın digər mövzularına danışaq. Antivirus mövzusu. Avaz nəyə görə yaxşıdır? Həm free baxımdan 1 illik lisenziya verir. Təhlükəsizlik də yaxşı eləyir. Gəlsən buradan Avaz yükləmək üçün elə Avaz yazsan. Avazdan free antivirus istəyirəm buradan. İlk saytına girsəm buradan. Avaz ilə yükləməyə amadadır burada. Buradan free download deyəsəm yüklənəcək. Açırsınız seçinə. Next deyəcək keçir artıq antivirus olur. Yəni antivirus yükləməkdə belə rahat görə bilirsiniz. Biz də indirməyə vuracaqsınız buradan. Bunu eləmək istəyinə görə eləmək istəmirəm. Çünki burada qolur, bəzi yerlərdə mənə problem çıxardır. Çox da antivirus işləyən adam deyiləm. Ona görə gəlirəm buradan davam eləsək. Avazı yükləməyə buradan girib linkini də qoymuşam burada. Link qoymamışam. Linkini qoymuşam. Rəsmi linkini qoymuşam buradan. Girib buradan yükləyə bilərsiniz. Antivirus kimi, free antivirus 1 illik lisenziya verir. Sim 1-də fərqli bir unit ilə danışacağam. Amma hər hansı bir faylı internetdən bu APK belə deyil. APK yox, Excel-ə yükləmək istəyirsə lazımlar da gəlib buradan Unite-dan yükləyə bilərik. Unite-dan yükləmək üçün Unite.com yazsam elə buradan pəncərə açılır. Gəlib buradan hansılardırsa, lazımdırsa, Zoom-dursa, Zoom-u, Chrome-dursa, Chrome-u. Bu çevirmə. Mən də başım belə. Hansı Java-nı verirsə, o Java-nı, Spotify-ı, ondan sonra Dropbox yükləyə bilərsiniz, Google Drive desktop'ı. Bunları yükləyirik. Ondan sonra bu Unite vurur, yüklənir. Hamısı da yeni vaxtda yükləyə basır. Yəni PuTTY istəyirsiniz, WinSP istəyirsiniz bunu. Yəni hansını istəyirsiniz, sürət şəkildə belə edə bilərsiniz də. Kursor istəyirsiniz, kursolu. Amma sizə bunu məsləhət görmərəm. Siz bir ədəd nə alın? Yəni WinRAR istəyirsiniz, yəni 7 zip istəyirsiniz bunu. Bir ədəd 512'lik hard disk alın. Ya da belə bir şeydə də. Attığım hər bir şeyi yükləyin oradan. Həmin Vento'ya edin hard diski. Tapazan yaxşısa buradan ikinci el hard disklərə baxsa bir 30 manata da tapa bilərsiniz. 30 manata tapdınız. Onun için yüklədiniz, düzəltdiniz. Ondan sonra da içinə artıq
Bütün fayllar içindədir. Lazım olan proqramları oradan bir yükləyib Excel-in atıb sonra kimisə kompüterə taxanda oradan seçib hamısını tez-tez yükləyə bilərsiniz. Daha rahat olacaqdır. Daha internetdən Wi-Fi-nin sürətindən heç problem sizə çıxartmayacaq da. Yəni bu üsul daha rahatdır. Nəinki buradan Ninaxdan nəsə yükləmək. Özünün lokal diskində qalsın, kiməsə nəsə lazım oldu, oradan seçib yükləyə bilin ki, ofis proqramları olsun. Yəni orada hard diskdən ora atmağı, internetdən yükləməyi gözləmək olar. O imkanınız varsa M2 də ala bilərsiniz, o heç. O ölçüsüzdür. Buradan görüm yüklənib bitdimi yoxsa hələ var. Bu yüklənəcən Notion-dan danışmaq istəyirəm. Notion nəyə yaxşıdır? Mən sizə bu linkləri atıram. Ardıcıl deyə bilərsiniz ki, mən fayl ataram, elə içindən hamısını ataram, bu budur, bu budur. Bu biraz səliqəsiz göstərir. Daha səliqəli göstərmək üçün Notion-dan istifadə edin. Notion saytına girirsiniz buradan, neçə qeydiyyat edirsiniz, sadədir. Next dedi keçirsiniz. Bu səhifəsi açılsın Notion-un. Notion nəyə yaxşıdır ki, hər hansı bir qeydləri və s. bunları hamısını bunun üzərində saxlayırsınız ki, videolar da, materiallar da. Onlar drive-da yadda saxlayırsınızsa, demirəm. Bunların yaddaş yeri var, yaddaş yerinə yox. Sadəcə buradan səliqəli görsənməsi üçün belə qeyd dəftəri kimi istifadə edə bilərsiniz də burada. Gəlsəm buradan deyirəm ki, yeni bir, məsələn Windows-uma gəlsəm mən buradan ofis proqramlarını buradan seçmişəm ki, içinə girsəm ofis proqramları 2024, ondan sonra 2016 var buradan. 21-i atmışam niyə? Buradan hansı problemlə üzləşibsizsə, necə edibsizsə buradan qeyd edirsiniz ki, o problem həll olunduqda qabağınıza yenidən çıxsa gəlib buradan tapa bilərsiniz belə qeyd kimi. GitLab-da hər hansı bir şey raporunu yazırsınız, onu gəlib buradan qeyd edə bilərsiniz ki, bunun raportu. Buna vuran kimi o pəncərədə aça bilər belə. ISO fayllarına baxsam məsələn, buradan Windows 11 Pro-nun linkləri. Gəlib bunları belə səliqəli düzəldə bilirsiniz. Bunu necə səliqəli düzəldirik deyə bilirsiniz. Gəlsəm buradan Get Started vururam buradan bizdən. Bu webi daha yaxşıdır, nəinki mobili. Gəl buradan Get Started vururam. Buradan misalını açıram. Windows 11 ISO, okey. Gəlib indi hansıdırsa bunun linkini yazıram buradan. Lap bunu olsun deyə gəlib belə bu linkini kopyalayayım buradan. Bu linkini kopyalayıram. Gəlsəm altdan son bir ISO gəlsəm. Buradan yapışdırıram bunu. Gözəl. Gəlsəm daha da sərgilənmək üçün buradan Windows 11 ISO download yazsam. Buradan şəkillərə girib, şəkil deyiləm ki, qıraqdan daha şəkil daha yaxşı görsənsin. Məsələn, Windows 11-in bu şəklini götürürəm. Copy, save image eləsəm buradan. Bunu yaddaşa verim mən. Evet, işte bu. Şuraya vurum, mən gözlə. Gəlsəm buradan, save image istəsəm, buradan belə açılmalı ki bu. Buradan bu image yaddaşa vururam. Ondan sonra gəlirəm buradan Notion-a. Niyə belə gedişli bu kompüterdə nəsə var? Buradan edit-kana gəlsəm, upload istəyirəm. Gəlib buradan həmin yüklədiyim şəkli buradan əlavə edirəm buna. Belə daha yaxşı seçə bilərsiniz. Mən nümunə kimi göstərirəm. Buradan bunu seçdiniz. Buradan qruplara da ata bilərsiniz ki, artıq mən görürsünüz burada. İndi bunun linki görürsünüz ki, Google Drive-dir. Sadəcə Google Drive linkini götürmüşəm. Atmışam ki, ora qeyd üçün də. Da orada belə bir link kimi özümü seçmirəm də. Gəl hansı Drive-dadır bu, yadda uzun seçmir. Bu 12 dənə elə belə Google hesabı açsın. O hesab üzərindən 15 GB diri dosyalarını belə paylaşa bilərsiniz. Gəlib burada indir vursam başlayacaq yükləməyə. Hard diskdə olmasa da, indi hard diskdə də olsa məndə buna görə var ki, oldu ki, nəsə zədələndi, nəsə problem oldu. Bütün fayllarınız buradadır. Ya da hard disk də yanınızda olmalı, telefonunuz ki yanındadır. Bu linklər hamısı buradadır da. Bütün yükləmələr gəlib bunun üzərindən buradan yükləyə bilərsiniz. Bunu silirəm, buna ehtiyac yoxdur. İndi bir dənə qrup yaradırsınız, lap qrup üçün. Məndə elə hazır qruplar var. Görmüşəm. Qrup da yaratmaq üçün eyni ilə. Buradan get start edirsiniz. Çay yazırsınız. ISO'lar, okey. ISO-nun buradan ISO şəkli qoyursunuz ki, qəşəng görsənsin. Artıq bunu yaddaşa vurursunuz. Gəlib deyirsiniz ki, bu
Windows 11'i atım neyin içine? Not edirəm. Hara atıram? ISO-nun içine. Gələndə buradan ISO-ya vursam, buradan çıxır Windows 11, Windows 12. Bunu da vuranda ora açılır. Daha səliqəli. Sizə bunu göstərəcəm ki, Notion bu cəhətdən çox idealdır. İndi bunu sileyim biraz. Çoxdan da biraz səliqəli salmıram, biraz uzun olub. Bunu sileyim mən. Bunu da sileyim. Neyse, sonra siləyərəm, çox eləməyim. Bir təmizləməsə. Görək biz qaydayı buradan. Elə bu yüklənir buradan. Mikroskop açılsın bu. Yüklənince görüm başqa neysə. Sayayım, slaytda nə qaldı? Buradan Chrome extensionları var. Bunlardan da danışım. Bax, gəlsəm məndə hansı extensionlar var? Block Origin var, Adblock var. Yəni reklam olmadan bu weblərdə gəzmək daha sadədir. Yəni heç bir reklam çıxmır da qabağıma, o cəhətdən yaxşıdır. Bunu da yükləmək üçün gəlirəm buradan Block Origin. Gəlib burada seçirəm. Bunun bu saytına gəlirəm, extensionu buradan. Block Origin yazıram buradan. İndi məndə hazır yüklüdür. Sadəcə siz buradan bu sözü yükləsiniz. Gəlib buradan buradakı kimi görsənəcək. İlk olaraq belə deyək də Chrome yüklüyüz, açıyoruz. Ondan sonra buradan yükləyib açıldı. Da yükləyib açmaqda proqram kimləri bir-bir göstərməyə ehtiyac yoxdur Chrome yükləməyə. Buradan gələk uBlock Origin gəldi. Ondan sonra hansı extension yükləyə bilirsiniz? Adblock-u da gəlir. İkisini də eyni vaxtda yüklüyüz ki, YouTube'da yatda videolara baxanda çox da reklam çıxmır da qabağa. O cəhətdən yaxşıdır. Gəlirəm buradan. Eminlə. Biraz aşağı gəlirəm. Elə buradan Chrome üzərinə vursam, get Adblock. İşte deyirəm. Buradan bunu əlavə edib, bunu yükləyə bilərəm. Bu reklamların yadanın xeyli azalır da. YouTube'un reklamları da az gəlir. O cəhətdən yaxşıdır. Extensionları bunlardır. Fərqli extensionlarda məndən baxsam, yarım hansı extensionları var. Burada PDF yükləyici. Hər hansı bir şəkil ya da yine sürət işli yükləmək ki, bu extension yükləyə bilərsiniz. Bunun bəzədə işləmir. Nəqdindən uBlock-la Adblock 100% olsun. Başqa da Volume Booster var. Bu Volume Booster nə üçündür? Bir normal səs var. Bir də bu normal səsin daha turbosuna keçə biləcəm. Düzdür, bu zədələnir, amma səsi aşağı problem yaşayırsa, bunu Chrome üzərindən aktivləşdirə bilərsiniz buradan səs artımı. İndi başqa sistem dizaynlarına danışacağım, amma hələ ki bu videoda bunlarla toxunmaq istəyirəm. Çox da bəzi mövzulara girmək istəmirəm. Deməli, görək bu bir xeyli uzun çəkdi bunu yükləməyə görə burada axarda qalıb. Az qalıb demək olar ki yüklənir. Biraz gözləyək ki bu yüklənsin. Bir dənə pauza vereyim burada. Əslində pauza verməkdən əvvəl saxlayayım elə. Gəldim ki WinUtil də izah edeyim. WinUtil üçün biz Windows'da hər hansı bir ayarların dəyişilməsinin yanında ondan istifadə edirik. Uzaqdan kimi əlavə edirik ki, proqramların silinməsini, yükləməsində daha rahatdır. Bunu da göstəreyim. Bunun üçün biz PowerShell'i Azərbaycan dil klaviəsindən bilirsiniz. Yazıram, niye geri götürüyor? Bu kadar yavaş işlemler var. Doğru şey. Şimdi buradan administrator için vurabilirsiniz. Ctrl Shift Enter'e basıp administrator için başlatabilirsiniz. Administrator için başladım. İşte basırım. Gəlib bu WinUtil işletmək için buradan atmışam kod. Kod görə WinUtil'in buradan kodunu götürürəm. Kodu götürürəm. Ctrl-C edirəm. Gəlirəm buradan. Yine PowerShell'e gəlirəm. Bunu yapıştıracağım. Buradan bir de yapışacaq. Yoksa copying olup yoksa necə olmazsa elimizden yazar. Problem yok yani. Böyle başlayacağız.
Böyle böyle diyorsan. Burada yine ele yazmışam. Nus nokta komedi sefemse slash bin bu. Buna ihtiyaç değil. Özümüz bunu buradan yazım. Burada olmasa değil. Bunun üzerine copying edeyim ben. Buradan yazmağını edelim. Gelin buradan PowerShell. Özüm burada PowerShell atsam burada. PowerShell administrator kim olsa hemen buradan. Yapıştıracağım, basıram. İndi YouTube pəncərəsi açılacaq bizim üçün. Göstəririk. Gözləyə biraz. Bu daha sürətli olurdu. İndi verəm olur elə bil. Yəni bir sənə gözləyim, gəlin buradan görüm. Ofis yükləndi, bitdimi? Var ofis yüklənməyib bu. Bunu açılsam gözləyə buradan. Açıldı buradan yoldaşlar. Çox gözəl bilək. Wiz də yaxşıdır, idealdır. Hər hansı bir proqramı yükləmək üçün bir çox proqramı yükləmək üçün burada da daha rahatdır. Birbaşa sistemi yükləyir varsır, daha yaxşıdır. Məsələn deyirsən Firefox yükləmək istəyirəm. Ondan sonra Chrome yükləmək istəyirəm ona. Browserlərdə nələrdirsə də indi. Gəlib buradan 7-zip nəysə yükləmək istəyirsən buradan. Crystal info böyle yükləmək istəyirsən. Gəlirsən buradan install application'ı vurursan, birbaşa silinir. Bu install application içindən bir ona ehtiyac yoxdur heç. İstənilən proqramı buradan seçirsən, hansıdırsa. Mən misal ki, Crystal Diskmark yükləmək istəyirəm. Buradan gəlirəm. Başqa nə seçməmişəm ki. Birini seçmişəm. Gəldim install vururam buradan. Başlayır. Bu yüklənir. Birbaşa da sistemdə burada axtaranda artıq çıxacaq. Bu daha sürətli yükləməsi olur. Bu daha idealdır yəni. Bunu gözləyib bu yüklənsin. Gərək etməzdim heç. Göstərmək üçün elədim, amma ehtiyac yox edəcək. Buradan gəlsəm, başqa burada nə var? Update hissəsinə gəlsəm, buradan disable all update deyə bilərsiniz. Update ayarlarını dayandıra bilərsiniz. Kökdən dayandırır, çox yaxşıdır. Update-dən vaxt itirmək istəmirsinizsə, bu çox yaxşıdır. Yəni disable all update edəndə bütün update-ləri dibdən dayandırır. Vurursunuz, başlayır update etməyə. Ehtiyac yoxdur, indi eləyirsiniz, eləyə bilərsiniz. Ondan sonra hər hansı bir Windows dəyişikliyə bilərsiniz. Hər hansı bir sistemin daxili fayllarını nəsə silmək istəyirsə, nəyisə disable etmək istəyirsə, buradan gəlib silə bilərsiniz. Buradan məsələn nə disable edə bilərik biz? Temporary faylı, ondan sonra Winget, Windows AI, Terado effect. Bunları gəlib aktivləşib söndürə bilərsiniz. Clear. Yəni config-ə gəlsəm mən buradan fərqli ayarlar var. Twix installda buna ehtiyac yoxdur. Buna yenə vaxt verməyim. Bu işləməyində olsun. Gəl buradan hər hansı ayarda. Burada çox şey var. Əslində çox belə NTB serverini bu aktivləşdirib söndürüb. Bunların hamısını dəyişə bilərsiniz. Başlasam buradan. Görüm F8 bu recovery disable. Bunları aktivləşdirə bilirsiniz. Ondan sonra creditor. Burada gəldik. Hazır sonra burada modify edə bilərsiniz. Dəyişib içindən nəsə silə bilərsiniz. Yenidən format edəndə bunlar içində olmasın. Belə deyə bilərsiniz yəni. Bu da Windows util. İndi yoldaşlar buradan Office də yükləndi. İndi gəlir həm Office-ə, həm də Windows-a lisenziya alma edək və bu videonu bitirək. Bunun üçün PowerShell administrator kimi açırıq.
PowerShell administratif masası. Buradan gelsem slayta. Gelsem buradan. Buradan bu yazacağım komanda buradadır. Şimdi ben bunu elimle yazacağım. Siz buradan gelip slaytdan buradan götürebilirsiniz. Gelirəm buradan. Ne istəyir? Yüreğe gitti onun. Okey, açıldı PowerShell. Şimdi ben buradan həmin komanda yazsam bura görə birimi yazıram. HTTPS nöqtə şey belə deyildi. Win görə budumu ezberlemiştim de bunu da yenileyim. Elimle yazmıram. Yine yazıram. Kimle yazdım? Ha, get yazmışım efendim. Sen buraya yazsam. Üç tıka bastım. Hemen komanda qayıtdım. Get nöqtə Win yazıram. Şimdi bu pəncərə açılır yoldaşlar. Bu üsul nədir yoldaşlar? Necədir? Burada yazın. Sileyim köhnə bayaq dəstən qalıb. Bu üsullandır. Bu üsulla edir bunu. Bunu göstərmək istəyirəm. Gəlir burada simli pəncərəmiz açılsın bu. Biraz vaxt çəkir. Bize göre bu açılacaq mı pəncərə yoxsa necə? Hazırda mən görürəm ki, lap gəlsəm buradan Word açsam, açılmalı olsun. Ben buradan Word açıram. Word açsam, görəcəm ki, mən buradan görə bilmirik. Bu az resurs vermişəm, ona görə bu Windows 11'də olduğuna resurslar listedir biraz. Ona görə çox şey eləyir. Bizdən lisenziya istəyir. Şimdi biz bu lisenziyanı almaq üçün gəlirik buradan. Pəncərəni gözləyirik. Buradan deyir 4'ü seçirik online formada. Ondan sonra hansı üsul olacaq? Tək Windows'u yoxsa hər ikisini, yoxsa şeyi, ofisin bütün ofisləri, yoxsa tək ofisi. Mən 4'ə basıb həm ikisini də elə seçim edirəm. Başlayır bundan sonra. Biraz gözləyəcək yoldaşlar. Buradan lisenziyanın qeydiyyatı üçün. Yəni rəsmi sunulan lisenziyanı biz belə alırıq. Gözləyib biraz burada vaxt çəkir. İndi kontenin sürətinə görə dəyişir. Burada VM üzərində qaldırım üçün uzun çəkəcək. Amma gözləyək burada. Bu hissəni videonu hələ ki pauza vereyim. Deməli yoldaşlar davam ediyor buradan. Buradan görürəm ki artıq buradan lisenziyamız alındı bizim. Qısatıqdan bağlayaq. Buranı bağlayıb təzədən açıram pəncərəni. Ehtiyac olmadı. Görürəm ki buradan bizdən artıq biraz gözləyək. Aktif lisenziyamız alındı artıq. Windows lisenziyası ilə belə ala bilərdiniz. Yəni konkret keyimizi yazırıq buradan. Konkret keyimizi yazırıq buradan açılır. Dan aktif vururam. Artıq biz bunu istifadə edə bilirik. Gəlsəm buradan gördüyünüz kimi görürəm ki bütün buradan hər şey açılıb. Gözəl. Bu bizim belə deyim yükləm açılması idi. Başqa bir də qısa slayda baxaq görək buradan nə dedim, nə demədim. Boş ilə danışdım. Bütün linkləri
Bundan saytın slaytlarda var. Yəni nəsə də olmasa yorumlarda yaza bilərsiniz. Buradan extensionlardan danışdıq. Chrome extensionlardan nələr yükləmək, nələr lazımdır. Linux-dan danışdım. Browser üzərindən nəsə yükləməli sizə. Ən gözəl Ubuntu üsuludur. Ubuntu birbaşa yükləyir və sistemdə açır. Daha idealdır. Görüm yükləyib bitirmi. Successful olub. Gəlib burada Cristiano Ronaldo çıxdı. Several Crystal Disk Mesh buradan görüyorum. Successful. Firefox yaptı yükləyib bu. Mozilla yazsam məndə. Firefox yazsam. Bunları üzülümdən silmişdim. Bir təzədən yüklənir. Bu da oradan sistem bütün şeylər birdən birbaşa yükləndi. Sistemdə açıldı. Bu daha yaxşı üsuldur. Həm də biz update'i dayandırmaq, nəsə konfigurasiya etmək bu Ubuntu-dan daha yaxşıdır. Buradan antivirusun gösterdim de yüklenmesine ihtiyaç yoktu. Sadece linke girip yükleyip next bitirip başka da bir şey yoktu. Ondan sonra lisenziya almağını danışdıq. Sistem restart point'ten danışdım. Kısa yollardan danışdım. Necə istifadə olunur. Buradan disk görməmə danışdım və bununla da bitirdik. Oldu yoldaşlar, videonu da çox uzatmayayım. Növbətdə sizə görüşənə qədər Allah'a emanet.